Hörmətli izləyicilər, mən Elnur Rəstov, Amarkes Global World şirkətindən hər birinizi salamlayıram. Bugün sizinlə gündəlik bazar analizini paylaşacaq. Bildiyimiz kimi, bu həftə Amerikada çox vacib iqtisadi göstəricilər açıqlanmış oldu. Bunların başında inflyasiya göstəricisi gəldi. Hansı ki, inflyasiya proqnoz ediləndən aşağı 2,3% açıqlanmış oldu. Bu da təbii Amerikada inflyasiyanın aşağı yönlü davam etdiyini göstərmiş oldu. Bir digər vacib iqtisadi göstərici hörmətli izləyicilər, dünən Amerikadan açıqlanan PPI, yəni istehsalçı qiymət indeksi. Bu da inflyasiyanı ölçən digər vacib bir iqtisadi göstəricidir. Hansı ki, bu da proqnoz edilənin tam əksini olaraq, yəni proqnoz 0,2% idi, mənfi 0,5% açıqlanmış oldu. Yəni əslində istehsalçı qiymət indeksində də bir mənada aşağı yönlü eniş var. Və əlavə olaraq hörmətli izləyicilər, pərakəndə satışlarda da aprel ayı üçün 0,1% artım olub. Bu da təbii pərakəndə satışlarının da nisbətən artması, hansı ki 0, yəni dəyişməz olaraq proqnoz edilmişdir. Lakin 0,1% açıqlanması pərakəndə satışların bir mənada istehlakçıların xərcləmələrində müəyyən artım olduğunu göstərmiş oldu və bütün bunlardan dolayı təbii ki, federal ehtiyatların faiz dərəcəsini aşağı salma ehtimalı daha da yüksəlmiş olur. Çünki federal ehtiyatlar eyni zamanda inflyasiya ilə bağlı qərar verərkən xüsusilə təkcə istehlakçı qiymət indeksinə deyil, eyni zamanda istehsalçı qiymət indeksinə, yəni PPI indeksinə də baxır. Və bu göstəricilərin hər ikisinin əslində gözlənilənin altına açıqlanması federal ehtiyatların faiz azaltması ilə bağlı ehtimalını qeyd etdiyimiz kimi gücləndirmiş oldu. Əlavə olaraq, hörmətli izləyicilər, federal ehtiyatların faiz azaltmasının, yəni azaldacağının bir digər gücləndirən ən vacib göstəricilərdən birisi təbii ki, Amerika xəzinə bondlarının faiz gəlirliyidir. Hansı ki, dünənlərin Amerikada 30 illik xəzinə istiqrazlarının faiz gəlirliyi hətta 5%-ə qədər yüksəlmiş oldu. Təbii ondan sonra müəyyən enişlər oldu və 4,80% ətrafında qalmış oldu. Təbii Amerikanın borclanmasının, yəni borc bazarında faizlərin bu qədər yüksək olması təbii ki, Amerikanın yenidən borclanmasını daha da çətinləşdirən bir faktordur. Bütün bunları nəzərə aldıqda federal ehtiyatların faiz dərəcəsini aşağı salma ehtimalı çox yüksəkdir. Və ondan dolayı hörmətli izləyicilər, diqqət etsəniz, dollar indeksində əslində 13 mayda bir mənada satış siqnalının ilkin əlaməti yaranmış oldu və 14 mayda bir mənada bazar həmin günün birinci dəstək səviyyəsini qırmış oldu. Lakin yenə də onun üzərində bağlanmış oldu və bir mənada hal-hazır dollar indeksi bir konsolidasiyada bir range içərisində ticarət olunur və ümumi fonda baxdıqda hörmətli izləyicilər, gün ərzində dollar indeksi texniki analiz nöqteyi-nəzərdən nə qədər ki, bu günün birinci müqavimət səviyyəsi olan 100,598 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz dollar indeksində enişin davam edəcəyini proqnoz edirik. Ümumən isə uzun vədədə dolların bir mənada ucuzlaşması qaçınılmaz ola bilər. Çünki qeyd etdiyimiz kimi Amerikanın yenidən borclana bilməsi üçün istiqraz bazarında faizlər aşağı enməlidir. Əlavə olaraq, hörmətli izləyicilər, Amerikanın bir mənada bu borclarını bir mənada ödəyə bilməsi üçün eyni zamanda müəyyən mənada dolların ucuzlaşması lazımdır ki, ümumi fonda Amerikanın ödəyəcəyi borc dəyər itirmiş olsun. Yəni, bu da təbii inflyasiya mümkündür. Təbii, dolların ucuzlaşması bir mənada federal ehtiyatların faizi aşağı salması uzun vədədə də təbii ki, inflyasiyanın yüksəlməsinə səbəb olacaq. Lakin hal-hazırda inflyasiyanın aşağı olduğu bir zamanda, eyni zamanda bond bazarında da faizlərin yüksək olması və əmək bazarında da nisbətən negativ tendensiyanın olması federal ehtiyatların növbəti görüşdə faizi aşağı salmasının ehtimalının güclü olduğunu göstərir. Və texniki analiz nöqteyi-nəzərindən qeyd etdiyimiz kimi dollar indeksi bu günün birinci müqavimət səviyyəsini qırmazsa, biz dollarda aşağı yönlü trendin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz avro-dollar valyuta cütlüyüdür. Avro-dollar valyuta cütlüyü də əslində 14 maydan etibarən bir mənada diqqət etirsəniz range içərisində ticarət olunur. Hətta 15 mayda da nə birinci müqavimət səviyyəsini qırmış oldu bazar, nə də birinci dəstək səviyyəsini qırmış oldu. Və dünən Avrozonada açıqlanan birinci rüb üzrə iqtisadi artım da gözlənilənən aşağı olmuş oldu. 0,3% olmuş oldu. Lakin ümumi fonda isə avronun yüksəlməsinin əsas səbəbi hörmətli izləyicilər dollar indeksində olan aşağı yönlü istiqamətdir.
və gün ərzində nə qədər ki, avro-dollar valyuta cütlüyü bu günün birinci dəstək səviyyəsi olan 1.11616 səviyyəsini, yəni bu səviyyəni qırıb onun altına bağlanmazsa, biz avro-dollarda yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyetimiz GBP-USD valyuta cütlüyüdür. GBP-USD valyuta cütlüyü ilə bağlı da dünənlərin İngiltərədə açıqlanan birinci rüb üzrə iqtisadi artım 0.7% açıqlanmış oldu. Təbii bu gözlənilenden daha yüksək oldu. Bu da fondu dəstəkleyen faktorlardan birisi oldu. Və diqqət etirsəniz, əslində fondda alış siqnalı 13 may tarixində yaranmışdı. Belə ki, həmin günün birinci müqavimət səviyyəsinin qırması və bazarın onun üzərində bağlaması bir mənada alış siqnalı yaranmışdı və diqqət etsəniz, həmin tarixdən etibarən GBP-USD bir mənada günlük üzrə birinci dəstək səviyyələrinin üzərində ticarət olunur. Bu gündə GBP-USD bu günün birinci dəstək səviyyəsi olan 1.32-735 səviyyəsini qırıb onun altına bağlanmazsa, yəni bu səviyyənin altına bağlanmazsa, biz GBP-USD-də yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyetimiz USD-YENA valyuta cütlüyüdür. USD-YENA valyuta cütlüyü də diqqət etirsəniz 14 mayda həmin günün birinci dəstək səviyyəsinin qırması ilə, hətta bazarın həmin səviyyənin altına bağlanması ilə bir mənada satış siqnalı yaranmış oldu və diqqət etsəniz, həmin tarixdən etibarən USD-YENA valyuta cütlüyündə aşağı yönlü eniş trendi başlayıb. Gün ərzində USD-YENA nə qədər ki, bu günün birinci müqavimət səviyyəsi olan 146.496 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz USD-YENA-da enişin davam edəcəyini proqnoz edə bilərik. Ümumi fonda da baxdıqda, hörmətli izləyicilər, federal ehtiyatların faiz dərəcəsini aşağı salması ilə bağlı gözləntilər də USD-YENA-da aşağı yönlü olan trendi gücləndirə bilər. Hörmətli izləyicilər, bir digər maliyetimiz qızıldır. Qızılda diqqət etirsəniz 8 mayda əslində satış siqnalı yaranmışdı. Belə ki, həmin günün birinci dəstək səviyyəsinin qırılması və qiymətin həmin səviyyənin altına bağlanması ilə qızılda 1, 2, 3, 4, 5, 6 günlük əslində bir satış trendi yaranmış oldu. Lakin, hörmətli izləyicilər, diqqət etirsəniz, dünənlərim, yəni 15 may tarixində qızılın qiymətini yenidən həmin günün birinci müqavimət səviyyəsinin qırması ilə və qiymətin həmin səviyyənin üzərində bağlanması ilə bir mənada qızılda aşağı yönlü korreksiya trendinin başa çatdığını biz görürük. Çünki qızılın həmin günün birinci müqavimət səviyyəsinin qırması ilə və qiymətin onun üzərində bağlaması ilə bazara alıcıların daxil olduğunu biz görürük. Və gün ərzində nə qədər ki, qızılın qiyməti bu günün birinci dəstək səviyyəsi olan 3160 dollar səviyyəsini qırıb onun altına bağlanmazsa, biz qızılda yüksəlişin davam edəcəyini və yaxud da yenidən yüksəliş trendinə qayıdacağını proqnoz edə bilərik. Təbii ki, qızılın qiymətinin düşməsinin əsas səbəbi Rusiya-Ukrayna müharibəsi ilə bağlı müsbət açıqlamaların olması idi. Putinin danışıqlar masasına geri qayıtmaqla bağlı açıqlamaları idi. Lakin İstanbulda olan görüşə özü qatılmadı. Və bu da bir mənada bu görüşün İstanbulda olacaq Rusiya-Ukrayna arasındakı danışıqların nəticəsiz qalacağı gözləntilərini artırmış oldu. Yəni müharibənin bir mənada hələ davam edəcəyi görüntüsünü yaratmış oldu. Təbii bütün bunlardan dolayı da bir mənada qızıla yenidən alıcılar daxil olmuş oldu. Əlavə olaraq, hörmətli izləyicilər, təbii federal ehtiyatların faiz dərəcəsinin aşağı salması, dolların ucuzlaşma ehtimalı da bir mənada qızılı dəstəkləyən faktor ola bilər. Və texniki analiz nöqteyi-nəzərdən qeyd etdiyimiz kimi qızıl bu günün birinci dəstək səviyyəsi olan 3160 dollar səviyyəsini qırıb onun altına bağlanmazsa, biz qızılda yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyetimiz S&P 500 indeksinin füturesidir. Ümumi fonda baxdıqda Amerikan səhəm bazarında fond indeksində yüksəlişlər davam edir və bu gün ərzində S&P 500 indeksini nə qədər ki, bu günün birinci dəstək səviyyəsi olan 5885 dollar səviyyəsini qırıb onun altına bağlanmazsa, biz S&P 500 indeksində yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Ümumi fonda baxdıqda, hörmətli izləyicilər, inflyasiyanın aşağı gəlməsi, eyni zamanda istehsalçı qiymət indeksinin aşağı gəlməsi, hansı ki, bu da inflyasiya təsir edən faktordur və perakəndə satışların gözlənilenden daha müsbət açıqlanması da Amerikan fond indeksini dəstəkləyən əsas faktorlardandır. Əlavə olaraq federal ehtiyatların faiz dərəcəsini aşağı salacağı halda təbii ki, bazara yenidən pul kütləsi daxil olacaq və bu da səhəm bazarını yüksəldən əsas faktorlar arasında ola bilər. Lakin səhəm bazarında belə sürətli yüksəlişin və yaxud da ki, sürətli qayıdışın əsas səbəblərindən birisi, hörmətli izləyicilər, investorların, xüsusilə perakəndə investorların bir mənada aşağıdan daha ucuzu alma yarışı idi. Hansı ki, bu bir mənada sonlana bilər. Çünki S&P 500 indeksi kifayət qədər
öz itkilərini yuxarı yönlü korreksiya etmiş oldu və bu səviyyələrdə artıq bir mənada biz S&P 500 indeksində aşağı yönlü kiçik korreksiyaların şahidi ola bilərik. Yəni bu yüksəliş bir mənada artıq məhdud ola bilər. Lakin ümumi fonda baxdıqda isə texniki analiz nöqteyi-nəzərindən bu günün dəstək səviyyəsi nə qədər ki qırılıb, onun altına bağlanmazsa qiymət biz S&P 500 indeksində yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bu gün sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.